Salam qızlar, yeni videoma xoş gəlmisiniz. Həftə sonudur, mən də evləri təmizləyirəm. Öz otağımı indi təmizləyəcəm. Onu da sizinlə bölüşmək istəyirəm. Deməli, ondan sonra duş alacağım, baxım eləyəcəm. Ofisin kiçik bir işi var. Onu həll eləyəcəm. Ondan sonra da artıq qış geyimlərini götürüb yay geyimlərini gətirmək istəyirəm. Onu da sizinlə paylaşacağım. Daha sonra bilmirəm. Baxasıyıq. Ne yiyeceğim diye belli değil tam olarak ne yiyeceğim. Yavaş yavaş size de göstereyim neler eləyirəm. Günümü sizinle paylaşım. Ya da möhtəşəm gündədir bura. Bunların hamısını təmizləmək lazımdır. Bunu da yumaq lazımdır artıq kirlənib. Ondan sonra buradaki qışlıqlar. Ne var ki yoldaşımın kurtkasını yapmışsa. Ben yazığın 2-3 tane şey var burada. Neyse bunları falan düzəldəcəm. Daha doğrusu isti havalar üçün olan belə geyimləri gətirəcəm. Bunları o bavullara yığasıyıq. Bu bavullara, nədir bu çamadan da bavuldur, neysə. Sonra öz işkafım. Bunu heç açmaq istəmirəm cidden. Ora çünki müharibədən çıxıb. Ən səliqəli versiyada sonra sizə göstərərəm. Deməli, bu saç məhsullarıdır. Zəcəmlər bunun yerinə qoyacağım. Bu da rezinin. Ondan sonra bu ətir. Bu artıq bitirtmiyorlar. Sevmədim bu arada bunu mən. Danışaram sonra ətraflı. Bu krem çok möhtəşəmdir. Bu ikisi de bədən nəmləndiricimdir mənim. Bu krem o kadar möhtəşəm bir kremdir ki, həqiqətən. Ürə olanı var. Ondan da alacağım endirimə düşsə. Amma bu endirimə düşmüş diye aldım. Diğeri 12 manat idi. Bunda 8 manat, 7 manat neçəsə qəpik. 8 manat deyəydi. O kadar ödedim. Bunu da keçən il mən İvroşadan almışdım. Bunu da elə 8 manat almışdım. Belə səbətə qoymuşlar orada. Necə deyim, belə endirimli məhsullar deyə də outlet hissəsinə qoymuşdular. Oradan almıştım. Bunun qoxusu çox qəşəngdir, amma çox yağlıdır. Yığıram mən məhsullarımı belə çox qarışıq olmasın deyə. Bu da make-up çantam mənim. Çox da içində belə wow məhsullar yoxdur. Yəni bura yığaq biz birinci bakım ürünlərini falan səliqəli görünsün deyə. İnşallah ki sığar. Güneş kremi gibi para düşüb. Mən də bunu axtarıram. Bu ətri mən aptekdən almışdım. Belə Canon apteklərdə falan satılır da. O kadar gözəl qoxusu var. 50% endirimdən almışdım bunu 30 manata. Çox möhtəşəm iyi var. Tam belə yaylıq ətirdir də. Monoi. Bu Ivroşa var ya, Ivroşa brendinin Monoi ətirləri falan bəlkə qoxlamısınız. Kopya o tonlarda bir qoxudur. Çox qəşəng iyi var amma çox da qalıcı deyil. Çünki buna görə. Neysə. Bunu da koyalım içine. Bu da elektriği kalsın burada. Bunu da böyle yaptırıp koyaq bura. Bir de koyayım elektriği bura. Çünkü buranı təmizləmək istəyirəm. Bu getdi. Örtüldü. Keçək bura. Burada mən açaq. Zəcəmlərimi koyuram. Sonra ne koyacağım? Bu küçük zəcəmi də koyacağım. Burada belə getdi. Bu aşağı koymalıyım indi. Aşağı görünür mü? Sizi böyle aşağı çəkirəm. Aksesuarlarım stəkanın içində. Bunu bura koydum. Bunu üzə çıxarım. Bunu mən dekor kimi işlədirəm və yeri gələndə çay kimi, dekor kimi, nə bilim hər şey kimi. Yeri gələndə də məcməyi deyil, yox məcməyi yox. Neysə bir şey deyirlər, aksesuar qoyar. Onun kimi istifadə edirəm. Neysə bu üzə çıxsın. Əsas düzgün ünlü şey deyim, sizi təzədən yuxarı qaldırım mən. Belə çəkeyim sizi. Aha, bu kremim. Bunun qapağı itib. Bu xarab olub uje. Belə saxlayırdım. Çox qəşəng də iyi var ha bu arada bunun. Bu da getdi torbaya. Deməli bu çantamızın bu çantanın içində olmayan yoxdur da deyim sizə. Deməli bu nədir? Bu deyəsən kontaktımdan neysə almışdıq. Onun nə idi? Qalıb paltaryan almışdıq. Hə. Çek. Nə yaxşı ədəbə vuraram. Yenə çek. Bunun ədəbəsi vardır. Bəli. Bunun burada ne işi var? Buna görə ofislərdə yemək zakaz olunur falan. Belə şeylər qalır. Mən də hərdən yoldaşımla çöldə yemək yeyəndə bunu belə sumkama atıram. Bunları atıram belə çantama ki, yeməyə, yoğurt falan alanda mağazadan həyətdə oturub yeməyə. Belə qaşıqla falan, qaşığı gedir, vilkası qalır, neysə. Salfetka, pilka, aptek, nə bilim nə, yenə ədəvə, dodaq qələmi, kart, ondan sonra dərman, pomada, lesk. Bəli, biz marojina yemişik. Ətrafı kirlətməmək üçün burada çantama atmışam. Allah beni ne yapmasın. Aksesuarlarım, dodaq nəyi. Ondan sonra bu
Daha da nə var? Qəpik. Neyse, not almaq istəmişəm, o da yarım qalıb. Konfet. Ruçka. Ban. Dadaq banı. Bu nədir? Salfetka. Bu balaca cibdə baxaq nə var. Çox sevirəm əslində çantamda nə var videolarına baxmağı. Bir ədəd rezin, bu qədər. Konfetdə bu kofe var idi. Belə arıqlanma kofesi. Denemək üçün götürmüşdüm. Bu da mama üçün dərman alırdım. Orada qeyd eləmişdilər. Nə vaxt nə içilməli deyə. Bu da eyni şəkildə yenə dərman, nə bilim nəyi. Belə. 2 dənə də bitmiş əl kremi. Bu qədər. Çantamız. Şimdi bunları da bir ayarlayayım mən. Düzgünün önünü demək olar təmizlədim. Silpim qalıb. Ondan sonra buranı təmizlədim. Oranı təmizlədim. Bunu dəyişəcəm. Ondan sonra evləri bir dənə tosoranlayım. Ondan sonra da gedəcəm baxıma. İndi gəldik baxım vaxtına. Bunu keçən dəfə almışdıq, sizə də göstərmişdim. 18 manat idi, səhv eləmirəmsə. Hardan almışdım? Real Beauty'dən almışdım. Belə toner petlər də özü üçün istifadə olunur, təmizlənmək üçün ondan almışdım. Sonra bu saçlarım üçün istifadə edəcəm qurutmadan əvvəl. Bu retinol niasamiddir. Dərimdə biraz çapıq var. Onun üçün istifadə edirəm nəmləndirici ilə bərabər. Bunu da 6 manata almışdım. Hara-hara. Əsl qiyməti əslində bunun 38 manata. Prosta son kullanma tarihi 2 ay qala. Elə bir o tip bir şey idi. Mən dedim ki, götürüm. Nasıl elə istifadə müddətinə var. Ondan ki, bu məndə heç bir aya belə qalmayacaq da, tez bitəcək. Bundan masaj eləyəcəm quaşa. Bir də harda quraqlıq neymiş, quruluq varsa dərimdə, dirsək nahiyələrində falan ora tətbiq eləyəcəm. Bu deodorantım. Bu artıq istifadə olundu, çıxa bilər. Bu da ki, bədənimi nəmləndirmək üçün. Bu da istifadə olundu, çıxa bilər. Bu da istifadə olundu, çıxa bilər. Qaldı bunlar. Bir də quaşam. İndi masaj eləyəcəm bundan üzümü. Birinci saçımı qurudum əvvəl. Duşumu aldım, saçlarımı darayacağım bundan. Bunu Rozmandan almışdım. Bu çox da saç didmir darayanda. Nəmli-nəmli darayacağım saçlarımı. Sonra da bunu tətbiq eləyəcəm. Olinin yağ spreyerini. Saçlarımı darayıb qutardım. İndi bunu əlavə eləyəcəm saçlarıma. Əvvəl bu yağı alanda, saçlarıma tətbiq eləyəndə saçlarım daha tez yağlanırdı. Sən demə, mən bunu çox dibə qədər aparırmış, ona görə. İndi uclara sıxıram, çox da dibə aparmıram, ona görə də o qədər yağlanmır. İndi bundan üzümü siləcəm, təmizləyəcəm. Götürdüm, hazır burada qoymuşdum ki, rahat olsun. Üzümü sildim, belə oldu. Glass Skin effekt verdi. Təbii ki, bu müvəqqətidir. Mən həmişə bunlardan şikayətçiyəm. O vaxt həkimə getdim, həkim mənə dedi ki, bəs mənim burnumda çəpər əyriliyi var və mən düzgün nəfəs ala bilmirəm və burada da qan dolaşımı olmadığından dolayı, düzgün oksigen və qan dolaşımı olmadığından buramda hər zaman bir iltihaplanma olur, səsimə də təsir edir, burnuma da təsir edir nəfəs alanda, hətta qulaqlarıma da təsir edir və bu da göz altında qaralıqda gətirib çıxarır. İndi həkim deyir ki, mütləq şəkildə əməliyyat olunmalısan. Olunaram da. O qədər var ki, burun əməliyyatı olunub, yəni çəpər əməliyyatı olunub, hələ də nəfəs ala bilməyən. Təbii ki də mən əməliyyat olunsam, biraz estetikdə istəyirəm, biraz belə cozi burnum qalxsın. Çox yox, biraz. Amma indilik fikirləşmirəm. Niyə? Çünki hələkilik yaxşıyam. Düzdür, biraz nəfəs almaqda çətinlik çəkirəm. Amma o qədər də ciddi belə... necə deyim, ölünəcək bir halda deyiləm. Amma inşallah qismət olsa olunmaq niyyətindəyəm. Burun əməliyyatı. Quaşamı da yudum gəldim, spirtlədim. İndi dediyim bu yağla üzümü masaj eləyəcəm. Quaş. Deməli, hansı hissələrə masaj istəyirəmsə, buradan güzgüdən baxın bir, hara istəyirəm deyə. Çox az qoyuram. Niyə? Çünki bizim dərimiz yağlı dəridir. Yayırıq. Buradan da eyni şəkildə belə çənə birinci, bu çənə xətti ortaya çıxsın deyə çəki aldım deyə məndə ikinci çənə də çıxdı, heyif ki. Düzdür, əvvəl də var idi mənim bu qıdım, amma indi çəki alıb normal olaraq daha da artdı və mən son 2 ayda həddindən artıq çox çəki aldım. O da ki, streslə bağlı olaraq çox şirniyyat yedim, çox abur-cubur yedim. Bu da mənə çəki aldırdı.
Neyse, indi də bu çəkini atmaqla uğraşıyoruz. Sadəcə ümumiyyətlə yaş keçdikcə də çəki atmaq çox çətinləşir. Niyə? Çünki əvvəlki bədən metabolizması ilə hazırki bədənimin metabolizması eyni deyil. Bu da var. Necə deyim, 5 il əvvəl mən daha rahat çəki atarkən indi elə deyil. Niyə? Çünki yaş keçdikcə hüceyrələr də yavaş-yavaş, necə deyim, öz yaşını göstərir. Mən də bu da təbii ki çətinlik yaradır. Amma aktiv həyat olsa, insan özünə yaxşı baxsa, çox zərərli maddələr bədəninə qəbul etməsə, mən siqaret və yaxud da ki içkini nəzərdə tutmuram. Abur-cubur şeylər. Hansı ki, məsələn, çipslər içərisində sodyum var. Bu bizim hüceyrələrimiz üçün yaxşı bir şey deyil, zəhərləyir. Ondan sonra şəkərin özü olsun, işlənmiş qidalar olsun və s. bu tipdə bir çox şey. Və bunlar da bizi həm zəhərləyir, həm də necə deyim, vaxtından əvvəldə yaşlandırır bu arada. Ona görə də insan diqqət eləməlidir ki, biraz daha sağlıqlı bəslənsin. Düzdür, günümüzdə hər şeyin daxilinin içərisində kimyəvi maddələr var. Nə qədər neynəsən də onlardan qaça bilmirsən, amma azaltsan daha da yaxşıdır. Yəni yediyin şey bilirsən ki, necə deyim, işlənmiş qida. Bu %100 kimyəvi bir maddədir. Yəni hazır bir məhsuldur. Nə qədər sağlam ola bilər ki? Yəni bu sənin bədəninə zərər verir. Nə edirik biz amma? Təbii ki davam edirik yeməyə. Ona görə də sonra deyirik ki, ay oldu, vay bu oldu. Neysə. Masajımıza devam edək. Instagramda bir dənə qadın var. Onu izləyirəm. Adı Əsmadır. Türk bir xanımdır. Yoga öyrədir. Üz yogası. Öz üzünü də göstərir ki, necə üzü cavanlaşır getdikcə, cizgiləri ortaya çıxır, guaşa ilə falan masajlar eləyir. Arada vaxtım olanda baxıb mən də tətbiq edirəm, amma bunu mütəmadi eləmək lazımdır ki, bir nəticə əldə olunsun. Mən yəni ayda 1 dəfə, 2 dəfə, 3 dəfə elə deyil, ən azı həftədə 2 dəfə, yox 3 dəfə, bəlkə də 4 dəfə bunu eləməlisən ki, sən bir nəticə görəsən. Aha. Üzümə masajını bitirdim. Sonra yağı üzümlə təmizlədim. Niyə? Çünki qalsa üzümdə səpki yaradacaq. Mənim üzüm yağlıdır və bu da bir çox yağın birləşimindən ibarət bir masaj yağıdır, belə deyək. Nəmləndirici olaraq hazırda mən Bioderma istifadə edirəm. Budur. Bunu da ki, bu niyə belə su halına düşüb bilmirəm. Yəni heç bir il deyil mən bunu alan. Mən bunu bir ara saxladım, üzümü səptirirdi deyə. Sonra təzədən istifadə elədim. Onda səptirmədi, gördüm hətta biraz azaldı. Ona görə hələkilik davam edirəm istifadə eləməyə. Amanın sabah xeyirli olsun yeni gündən. Biz kahvaltımızı hazırladıq belə. Bu mənim. Bu da yoldaşımın. Bundan sonra özümə də düzəldəcəm. Bu da yaşıl çayım. Bizə nuş olsun. Bu havada biz çölə çıxmışıq. Bəli. Hava dəhşət küləklidir. Dəhşət soyuqdur. Yoldaşımın saçları çox qıvrım olduğundan diğer saç kesimlerin fərqli olaraq bu biraz vaxt aparır. Elə mən də burada gözləyirəm, çayımı içirəm, ətrafa biraz baxıram. İşimizi bitirdik, indi gedirik evə. Əslində hava o qədər qəşəngdir ki, yağışlı da olsa, adam yerimək istəyir. Romantik yerimək. Amma neysə, işimiz var deyə evə qaçırıq. Olmasaydı biraz gəzərdik təbii ki də. Neysə. Şəhərdən gəldik, tez bazar özümə belə bir yemək hazırladım. Özümüzə daha doğrusu bərabər belə. Bizə nuş olsun. Təzədən qış kurtkama bürünmüşəm soyuqda. Neysə, bu soyuqda ürəyim marojna istədi. Gedirəm marojna almağa. Marojna yeyək. Çox soyuqdur. Bu kurtka ilə belə üşüyalarım. Azdadan aldım. Və Azdadan bunlar təzə gəlib, plombir. Bunlardan aldım. Böyle kornet şekilli. Çikolatlı falan hamısından var. Böyle xaladenikə at. İstədikcə ye. Sonra cici bəbə. Sütlə çox sevilir evdə. Atışdırmalıq onları. 2 dənə petok, bir dənə çörək, bir dənə protein var, bir dənə də sarı kız. Bu kadar. Bu da mənim marojnam. Şokolatlısını yiyəcəm. Mənə nuş olsun. Siz də göz haqqınızı halal edin. Da yazlıq, qışlıq ayırma sezonu başladı bizim evdə. İndi ayırıram yay geyimlərini, qış geyimlərini. Bir bavul demək olar qoca hazır olur. Birazdan buna keçəcəm. Toz olub, bunu da üstünü silərəm. Amma hava o qədər pisdir ki, bilmirəm, peşman mı olacağım, yoxsa indidən eləməyim necə deyim, doğru mu bir qərardır. Neysə, əvvəl-axır bu yay gələcəkdir. Bir dənə jaket saxlayacağım. Belə biraz səliqəyə salmışam. İndi devam eləyirəm yığım işlərinə.
Da şkafımın son halı belə səliqəli yığdım. İndi altları da yığacağım. Buraları düzəldəcəm. Belə üst göstərməyim yaxşı gündə deyil. Keçək bura. Burada o kadar geyimim yoktu. Burada pijamalarımdı. Belə şalvarlarım, don falan, koftalar. Burada da belə sport fason koftalar falan. Altta da belə. Üstdə də çantalar var. Bunları da düzəltməliyəm təbii ki. Növbəti gündən hamıya salamlar olsun. Deməli, əslində bu videoların hamısı Qurban Bayramında çəkilib. Mən evdə olduğum vaxtlarda hər gündən az-az videolar, onları birləşdirib belə vlog hazırlayıram. Deməli, rəfiqəm, həm də ki, qohumum bizə qonaq gəlir. Dedim, Türk kahvesi bişirin birinci. Elə o gəldi, birlikdə Türk kahvesini bişirdim. Mənə hədiyyə olan bu gözəl Türk kahvesi servisləri, belə deyək də, fincanlarında sunumumuzu elədik, bərabər masanı hazırladıq. Həm də çox gözəl vaxt keçirdik bərabər. Minuş dedi ki, mənə gəmən düzüm. Mənim də biraz payım olsun videoda. Dedim, hə, yaxşı düz. O gəlmədən də əvvəl gedib mağazadan belə 1-2-3 dənə şirniyyat almışdım qarışıq ki, masada belə bol görünsün, qəşəng görünsün deyə. Həm də çöldə o qədər gözəl hava var idi və gün batımı var idi ki, dedik ki, elə balkonda oturaq, həm gün batımını izləyərik, həm çay içərik, söhbət eləyərik, qız-qıza vaxt keçirərik bərabər. Ona görə də masanı elə balkonda bət qurduq. Bu da bizim kofelerimizdir qəşəngcə. 2 nəfərik deyə bu şeylər həddindən artıq çox idi bizə. Demək olar ki, digər günə də qaldı bu şirniyyatlardan. Sadəcə sunum üçün, görünüş üçün 1-2-3 şey almışdım ki, belə rəngarənglik versin stola. Həqiqətən də çox gözəl, ayrıca bir vibe verirdi. Hələ günəşin oradan ışığı düşəndə ay. Deməli, səhv xatırlamıram. Bunu belə qoyurduq. Belə çeviririk. İçdən qurtardın onu? Hə. Üstüme dağılmasın diye. Çevir. Sonra böyle baş aşağı. 1, 2, 3. Çevir baş aşağı. neyse halim çıksın Falim. Bu belə. Baxaq bu nə belə çıxacaq. qalmalıdır da, Biraz o zaman. qalsın. Əslində soyuyana qədər olmalıydı. İstisi bir soyutduğumuza görə. Təbii ki, artıq şey soyudu bu. olmaz. Bir şey olmaz. Gedin mən çay dəmləyim bir dənə qəşəng. İndi çayımızı süzək. Qonağım mənə qulluq eləyir. Benim en sevdiğim minnoş çaynikim. Bəli. Çayımız da hazırdır. Baxır ki. Gördüm kızlar da deyir ki baxır deyə. Mən də açıram. Ne kadar qatı qoymuşamış bu şeyimi, kofeni. Birinci siz görürsünüz. Bu tipte bir şeydir. Baxın nə çıxır. Türkiyə oxşayan bir şey çıxır. Səninki də belə çıxır. Məndə də bu. ChatGPT var. Var. Şəkil yerini aç. Baxaq. Gönder. Bir bu tərəfdən çək. Bir də bu tərəfdən çək. Gönder. Necə bir belə. Bir belə. Ver mənə, mən çəkim. Tamam. Buna da mı baxmalıyıq? Məncə hə. Belə axıdıb türklər baxırdı. Belə axıdı. Allah'ım kulağım neler duyuyor. Axdı ax. Ah. Neyse. Bu kadar axdı arkadaşlar. Bu da bizim səhər yeməyimiz. Belə hazırladım. Ama deyəsən yoldaşıma 2 dənə daha qırmalıyam. Çünkü bundan doyan deyil o. Bu da mən qızartılmış çörəyim falan. Çörəyim neymiş, çörəyim. Belə. Burada da artıq tətilin son günüdür. Özümə belə çay dəmlədim. Dünəndən qalan şirniyyatları da yığdım. Kompüterdə də işim var idi. Onu həll elədim. Hava da çox qəşəng idi, günəşli idi. Balkon keyfi çəkdim. Havanın gözəlliyinə bir baxın siz. Artıq həqiqətən də yay gəldi. Gəlir deyə düşünürəm. Ümidvaram da yağış yağmaz. Dünəndən qalan şirniyyatlarım. Özümə qəşəng bitki çayı dəmlədim. Bitki qara çay qarışıq. İşim var, onu qurtarmalıyam. Yoldaşım da burada mənimlə paralel işləyir. Oturmuşuq, işləyirik. Gözəl havada. Çayımı içə-içə. Burada belə kiçik sürprizlər adamı sevindirir. Sirop ümumiyyətlə mən çox sevirəm. Bir yemək bişirdim. Artıq langet gedəcək adım, steak gedəcək. Tam qərar verə bilmədim. Öz suyunda, sonra da öz yağında biraz da yağ əlavə elədik.
bişirdim. Için teşekkür edirəm. Kanala abone olmağı, like koymağı da unutmayın. Hələlik sağ olun.